Xoş gördük Elm TV izləyiciləri. 28 may tariximizin ən parlaq, ən şanlı səhifələrindən biridir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Qonağımız tarix elm üzrə fəlsəfə doktoru, dosent Aqil Əhmədovdur. Xoş gördük Aqil müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm Şamama xanım. Elm TV-nin bu layihəsinin mən davamlı olmağını arzu edirəm. Çünki kifayət qədər baxımlı bir verilişiniz var. Və fürsətdən istifadə edərək mən sizi və sizin simanızda bütün Elm TV-nin izləyicilərini Azərbaycan Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ümumiyyətlə, tarixə nəzər saldıqda biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışarkən bir qədər kiçik də olsa tarixə ekskurs etməliyik. Bilirsiniz ki, hələ 1800-cü illərdə, 1813-cü ildə Rusiya imperiyası ilə Qacarlar dövləti arasında bilirsiniz ki, Gülüstan müqaviləsi bağlanmışdı və onun ardınca isə 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlanmışdı. Baxmayaraq ki, Türkmənçayın adında sülh müqaviləsi var idi. Burada söhbət heç bir sülhdən gedə bilməzdi. Bax, belə bir tarixi şərait, yəni biz prosesi biraz əvvəldən götürürəm mən. Biz tarixə ekskurs edərək, gələrək biz Xalq Cümhuriyyətinin yolunu daha aydın şəkildə, daha parlaq şəkildə anlamış oluruq. Və burada Azərbaycanın 1828-ci ildə söhbət parçalanmağından gedir və şimal və cənub hissələrinin yaranmasını biz burada görmüş oluruq. Daha sonra isə mən çox qısa gedirəm. 20-ci əsrin əvvəllərinə biz artıq Cümhuriyyətin yaranmasına doğru gəlirik. 20-ci əsrin əvvəllərində də 1905, 6, 7-ci illərdə də bizim yaxın tarixdən bildiyimizə görə Azərbaycanda daşnaqların qətliamları törədilmişdir. Yəni, bax, bu tarixi prosesin davamıdır. Bax, belə bir mürəkkəb şəraitdə artıq Azərbaycanın şanlı tarixində sizin də qeyd etdiyiniz kimi böyük bir rolu olan Azərbaycan Xalq Cümhuriyyəti artıq həyata vəsiqə qazanmağa doğru gedir. Belə bir şəraitdə biz, bəli, bu hadisələr labud idi və ardınca 1917-ci ildə Çar Rusiyasında baş verən inqilab, Leninin hakimiyyətə gəlməsi və ardından yenə də Azərbaycan xalqı taleyin sərt sınaqları ilə üzləşdi. Siz bilirsiniz ki, 1918-ci ilin mart, aprel, may hadisələri baş verdi. Həmin hadisələr Bakıda və Bakı ətrafı bizim rayonlarımızda baş verdi. Bax, belə bir şəraitdə Qafqaz İslam ordusu Bakıya daxil oldu. O parlaq qələbə əldə olundu və nəhayət Azərbaycan Xalq Cümhuriyyəti həyata vəsiqə qazanmağı üçün Cümhuriyyətimizin əsas baza təşkil olunmuş oldu. Bax, belə bir şəraitdə biz əgər tarixə qısa nəzər salsaq, görərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər Azərbaycan xalqı tarixdə baş verən bax, bu ədalətsizliklərlə üzləşməli olmuşdur. Demək, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Cümhuriyyəti və yaxud da Azərbaycan Demokratik Respublikası adlarını biz tez-tez eşidirik. Bunları bizim tədqiqatçılarımız da öz əsərlərində qeyd edirlər. Amma biz birincinin üzərində daha çox fokuslanmalıyıq. Yəni, söhbət burada Azərbaycan xalqının, Azərbaycanın görkəmli simalarının birlikdə qurduqları cümhuriyyətdən gedir. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti ifadəsinin daha çox işlənməsi, mən deyərdim ki, məqsədə uyğundur. Təbii ki, biz tədqiqatlarımızda Azərbaycan Cümhuriyyəti, Demokratik Respublika ifadələrinə də bu ifadələrdən istifadə edirik. Bunlar da düzgündür, amma biz İstiqlal bəyannaməsinə baxsaq, Cümhuriyyətin yaranması Azərbaycan Xalq Cümhuriyyəti şəklində deməli, həyata vəsiqə qazanmışdır. Və bir məsələni də qeyd etmək lazımdır ki, həmin ərəfədə, Cümhuriyyətin yarandığı ərəfədə Azərbaycanlıların yaşadıqları ərazilər illiklə 150 min kvadrat kilometrə bərabər idi. Diqqət yetirin, Cümhuriyyət qurulduqdan sonra bu rəqəm 113,9 min kvadrat kilometrə düşür və hazırda müasir və müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin varisi olaraq onun ərazisi 86,6 min kvadrat
kilometrədir. Baxın, biz əvvəldən tarixə ekskurs etdik və yavaş-yavaş gəldik Cümhuriyyətin qurulmasına. Bax, bu dövr ərzində həqiqətən də bizim xalqımız çox mübariz xalqdır. Xalqımız çox ciddi mübarizə aparıb. Öz torpaqları uğrunda şəhidlər verib, saysız şəhidlər verib. Bizim sərkərdələrimiz olub. Bax, belə bir şəraitdə, mürəkkəb ziddiyyətlərin getdiyi bir şəraitdə Cümhuriyyətimiz yarandı. Cümhuriyyət yarananda Birinci Dünya müharibəsi hələ tam bitməmişdi. Onun izləri qalmaqda idi. Bax, bunun da təsiri var idi Cümhuriyyətimizin yaranması prosesində. Nə qazandırdı bizə bu Cümhuriyyət? Nə qazandırdı o xalqa? Cümhuriyyət bizə dövlətçilik ənənələrimizin davamını qazandırdı. Siz bilirsiniz ki, Azərbaycanın dövlətçilik ənənələrinin tarixi 5000 ilə yaxındır. 5000 illik bir tarixi dövrü əhatə edir və bu Cümhuriyyət bizə, bax, bunu mirasını bizə daşıdı və Cümhuriyyətdən də sonra Azərbaycan Respublikası buna sahib çıxmış oldu. Deməli, Cümhuriyyət 3 hakimiyyət qolundan ibarət idi. Bu, parlament idi, hökumət idi və məhkəmə hakimiyyəti idi. Cümhuriyyət qurulandan sonra bizim diqqət yetirməmiz gərəkən məsələlərdən biri çox qısa vaxt ərzində Azərbaycan diplomatik əlaqələrini genişləndirdi. Burada biz qonşu Türkiyəni, İranı, Gürcüstanı qeyd edə bilərik. Bundan başqa Amerika Birləşmiş Ştatlarını, İsveç, İsveçrə, Finlandiya, Ukrayna, İtaliya, Fransa, Almaniya ilə əlaqələr genişləndi. Siz təsəvvür edin, 23 ay ərzində Azərbaycanın o intellektualları, o görkəmli dövlət xadimləri belə bir məsələnin həll etmişlər və Azərbaycanı demək olar ki, regiondan kənarda tanıtmağı bacarmışlar. Dövrdə bizim Xarici İşlər Nazirlərimiz Məhəmməd Həsən Hacıyinski, daha sonra Əlmərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məhəmməd Yusif Cəfərovun adlarını çəkmək olar ki, bu insanlar Azərbaycanın müasir beynəlxalq münasibətlərə inteqrasiyasının başlanğıcında kifayət qədər vacib rol oynadılar. Mən qeyd etmək istərdim ki, Cümhuriyyətin yadda qalan tərəqqisindən də biri də təhsil sahəsində. Azərbaycan dilinin inkişafı ilə bağlı olan 27 iyun tarixli qərar idi. Bu çox vacib bir qərar idi. Cümhuriyyətdə Azərbaycan türk dili rəsmi dövlət dili elan olundu. Bax, bu məsələ bizim üçün kifayət qədər vacib məsələdir. Daha sonra 1918-ci ilin 22 iyun tarixində Qori müəllimlər seminariyasına Bakıya köçürülməsi, Azərbaycana köçürülməsi ilə bağlı məsələ qaldırılmışdı. Bu da çox vacib bir məsələ idi. 1919-cu ilin əvvəllərində ölkədə 637 ibtidai məktəb, 23 orta ixtisas məktəbi fəaliyyət göstərirdi. Bakı Dövlət Universitetinin bünövrəsi də. Bəli. Deməli, Dövlət Universitetinin də bünövrəsi 1919-cu ilin 1 sentyabr tarixində atılmış oldu. Və Cümhuriyyətin təhsil sahəsində mən deyərdim ki, ən böyük nailiyyətlərindən də biri Cümhuriyyətin vasitəsilə tələbələrimizin xaricə təhsil almağa göndərilməsi oldu. 100 və 100-dən yuxarı Azərbaycanlı gənclərimiz Almaniya, Fransa, Türkiyə və digər ölkələrə göndərildilər. Onlar əsasən mühəndislik sahəsində ixtisaslarına yiyələnmək üçün, hüquqşünas sahəsində ixtisaslara yiyələnmək və digər sahələrdə də ixtisaslara yiyələnmək üçün, kadr potensialını artırmaq üçün Cümhuriyyətimiz bu addımı atmış oldu. Bu böyük bir hadisə idi. Yəni, siz təsəvvür edin ki, heç bir inkişafın, doğru düzgün inkişafın getmədiyi regionda Azərbaycan dövləti qısa bir vaxt ərzində belə bir deməli, məsələni həll etdi öz təhsil siyasətində. Deməli, mən bir də toxunmaq istərdim bizim ordu quruculuğumuza. Siz bilirsiniz ki, bir dövlətin yaşaması üçün onun ordusu, güclü ordusu olmalıdır. Ordu olmadan biz heç bir şeyə güclü, sizin də qeyd etdiyiniz kimi güclü iqtisadiyyatı və güclü ordusu olmayan dövlət deməli, heç bir əlaqələr, praqmatik münasibətlər qura bilməz. Bu baxımdan Azərbaycan hökumətinin 3-cü, 4-cü və 5-ci kabinəsinin hərbi naziri olmuş Səməd bəy Mehmandarov
Və Əliağa Şıxlinskinin, onun müavini, Əliağa Şıxlinskinin adlarını mən xüsusilə qeyd etmək istəyirəm ki, bu şəxslər təcrübəli şəxslər idi. Çünki onlar Cümhuriyyətdən qabaq Çar Rusiyasında kifayət qədər hərbi biliklərə malik idilər. Yəni Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun həm nəzəri təcrübələri var idi. Onlar həm də bir elmi nəzəri təcrübələr irəli sürən dahi şəxsiyyətlər idi, generallar idi. Həm də praktik olaraq Cümhuriyyət ordusunun qurulmasında, nizamlanmasında onlar böyük rol oynadılar. Bu, o dövr üçün misli görülməmiş bir hadisə idi. O və onların əməyi də Xalq Cümhuriyyətinə qədər artıq Çar Rusiyası tərəfindən çox yüksək qiymətləndirilmişdi. İndi mən o məsələlərə çox toxunmaq istəmirəm. Onlar müharibələrdə iştirak etmişlər. Çar Rusiyasının qoşulduğu müharibələrdə kifayət qədər igidliklər göstəriblər. Medallarla, ordenlərlə təltif olunublar. Bax, belə bir vəziyyətdə, çətin bir vəziyyətdə bizim generallarımız Azərbaycanda ordu quruculuğu siyasətinin təməlinin qoyulmasında böyük işlər görmüş oldular. İqtisadiyyata gəldikdə, Cümhuriyyətin iqtisadiyyat sahəsində bir sıra mühüm işlər görülmüşdü. Bundan da ən böyüyü neft sənayesinin ağır vəziyyətdən çıxarılması idi. O dövrdə Xalq Cümhuriyyətindən əvvəl bilirsiniz ki, Azərbaycanda enerji məsələsi sırf çarizmin diktəsi altında idi. Daha sonra isə çox çətinliklərlə də olsa Azərbaycan Cümhuriyyəti bu məsələnin neft sənayesinin inkişafı məsələsinə öz münasibətini bildirə bildi. Daha sonra Bakı-Culfan dəmir yolunun inşası gerçəkləşməyə başladı Cümhuriyyət dövründə. Ardından Kür çayı üzərində körpü salındı. Biz bu məsələyə də kifayət qədər toxunmalıyıq. Daha sonra sizin də qeyd etdiyiniz kimi Azərbaycan Dövlət Bankı yarandı. Azərbaycanın milli pul nişanları buraxılmağa başladı və Xəzər dəniz gəmiçiliyinin inkişafı da bax bu dövrdə başladı. Bax bu qeyd olunan məsələlər Azərbaycan iqtisadiyyatının təməlində o dövr üçün kifayət qədər vacib bir məsələ idi. Siz təsəvvür edin, yeni yaranan bir cümhuriyyətdə bu maştabda böyük işlərin görülməsi üçün yüksək səriştə lazım idi. Yüksək pərəstiş, bəli, yüksək peşəkarlıq lazım idi və sizin də qeyd etdiyiniz kimi çox qısa müddət ərzində 23 ay elə də böyük bir dövr deyil. Belə bir dövr ərzində Azərbaycanın intellektualları, biz onları nə qədər vəsf etsək də düşünürəm ki, azdır. Cümlələr belə acizdir onları vəsf etmək. Çünki o insanlar Azərbaycan Cümhuriyyətinin ilk qaranquşlarıdır. O insanlar təmənnasız özlərini Cümhuriyyətə fəda edən insanları, bax bu baxımdan onların əməyini təbii ki, qədir bilən xalqımız, dövlətimiz onların əməyini çox yüksək qiymətləndirir. Bundan başqa biz Cümhuriyyətdən danışarkən mütləq şəkildə Azərbaycanın mədəniyyəti ilə bağlı görülən işlərə mütləq şəkildə toxunmalıyıq. Biz Azərbaycan Dövlət Teatrının açılışı Cümhuriyyət dövründə mədəni həyatın ən parlaq nümunəsi idi. Teatr. Çünki teatr olmadan biz heç bir mədəni inkişafa nail ola bilmərik. O dövr üçün də bu kifayət qədər vacib bir məsələ idi. Daha sonra 1918-ci ilin sonlarına doğru Bakıda Türk gecələri konsertləri keçirilərdi. Bəlkə də bu az bilinən bir məsələdir. 18-ci ilin sonlarına doğru. Bax, bu da maraqlı bir hadisə idi o dövr üçün. Daha sonra memarlıq və heykəltaraşlıq sənəti inkişaf etməyə başlayırdı. Bu sahədə də müəyyən uğurlarımız var idi. Daha sonra Bakı Texniki Məktəbinin nəzdində heykəltaraşlıq sinfi açılmışdı. Bunu da qeyd edə bilərik. Və Xalq Maarif Nazirliyi tərəfindən Gəncədə Nizaminin məqbərəsinin tikintisinə 500.000 manat o dövrdə ayrılmışdı. Bu da kifayət qədər böyük məbləğ idi. Büdcəsi yeni formalaşan bir dövlətin Azərbaycanın dünya şöhrətli mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinin tikilməsinə ayırdığı vəsait də o dövrdə dövrün mətbuat səhifələrində öz əksini tapmışdı. Bax, bu da çox vacib bir məsələdir. Biz bunu qeyd etməliyik. Daha sonra İstiqlal Muzeyinin yaradılması
Azərbaycan Xalq Cümhuriyyətinin böyük nailiyyətlərinin mədəniyyət sahəsində atılmış böyük nailiyyətlərdən biri idi. Çünki Azərbaycanda muzey işinin təşkili Cümhuriyyət dövründə daha da inkişaf etdi. Siz təsəvvür edin ki, elanlar verildi, Azərbaycanın bölgələrindən eksponatlar yığılmağa başladı. Burada tarixi əsərləri, əlyazma əsərləri qeyd edə bilərik. Biz etnoqrafik materialları qeyd edə bilərik ki, bax, bütün bu məsələlərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları böyük işlər görmüş oldu və muzey işinin təməli qoyuldu. Və İstiqlal Muzeyi bu cəhətdən, bu baxımdan Azərbaycan muzeylərinin veteranıdır. Biz deyərdik ki, Azərbaycanda muzey sahəsində atılan ən böyük addımlardan biridir və bugün də muzey öz fəaliyyətini davam etdirir. Aqil müəllim, o dövrdən 108 il ötüb, artıq 108 illiyini qeyd edirik bugün onun. Bu illərdə nə dəyişib? Bu illər, yəni onlar bizə nəyi miras ötürə bildilər? Cümhuriyyətin 108-ci il dönümünü hazırda biz idrak edirik, yaşayırıq. Əlbəttə ki, bu dövr ərzində Azərbaycan dövləti demokratik ənənələrini daha da genişləndirdi. Azərbaycanda azad söz, azad mətbuat inkişaf etdi. Bu mətbuat çox vacib bir məsələdir. Mətbuat, bilirsiniz ki, ikinci hakimiyyət deməkdir. Yəni, o dövrdə bir sıra qəzetlər, jurnallar, Molla Nəsrəddin jurnalı bütün dünyaya səs salmışdı. Satirik məzmunlu jurnal vasitəsilə Osmanlı deməli, dövləti haqqında deməli, məlumatlar orada çap olunurdu. Gürcüstanla bağlı, digər deməli, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı, yaxın şərqlə bağlı məsələlər həmin Molla Nəsrəddin jurnalının səhifələrində öz əksini tapırdı. Daha sonra mən Şaman xanım, bir məsələni qeyd etmək istərdim. Həmçinin də Azərbaycan Xalq Cümhuriyyəti bizə multikultural ənənələri də ötürdü. Bu çox vacib bir məsələdir. Siz təsəvvür edin ki, 108 il ötür və bu multikultural ənənələr bizdə o tarixi kökləri malik olduğu üçün yaşayır, hələ də yaşayır. Və bu onu o dövrdə, Cümhuriyyət dövründə xüsusilə parlamentdə və Nazirlər Kabinetində özünü büruzə verirdi. Məsəl üçün, biz qeyd edə bilərik ki, o dövrdə Cümhuriyyətin 3-cü hökumət kabinəsində Slavyan Rus cəmiyyətini təmsil edən Protasov var idi. O, məsəl üçün, Maliyyə naziri təyin olunmuşdu. Daha sonra Cümhuriyyətin Xalq Səhiyyə naziri Yevsey Gendis'in adını çəkə bilərik ki, o həm də uşaq həkimi idi. Yevsey Gendis Azərbaycanda uşaq xəstəliklərinin qarşısının alınmasında onun xüsusi xidmətləri olmuşdur. Deməli, uşaqlar üçün xəstəxananın açılışında və orada onların müalicə alması və sair məsələlərdə bu insanın da biz xidmətlərini qeyd edə bilərik. Daha sonra eyni cəmiyyəti təmsil edən Ərzaq naziri vardı, Konstantin Lizqar. Onu da qeyd edə bilərik. Və yaxud da 4-cü kabinənin sosial təminat naziri Viktor Klinevskinin adını çəkə bilərik. Yəni, mən bu adları çəkməkdə, sadalamaqda bir məsələni qeyd etmək istəyirəm ki, bu insanlar Azərbaycan Cümhuriyyəti hökumətində kifayət qədər yüksək postlar tuturdular. Yəni, Azərbaycan hökuməti onlara maksimum dərəcədə şərait yaratmışdı ki, onlar öz mədəniyyətlərini, öz dillərini qorusunlar, inkişaf etdirsinlər və dövlət qurumlarında da onlar təmsil olunurdular. Bax, bu multikultural cəmiyyətin kökləri, tarixdən gələn köklərinə Cümhuriyyətimiz sahib çıxdı və ona da daha sonra 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan edən Azərbaycan Respublikası sahib çıxdı. Bax, bu ənənələr Cümhuriyyətimizdən qalan bizim üçün tarixi varis ənənələrdir. Daha sonra mən Cümhuriyyətimizin 35-ci il dönümü ilə bağlı Məhəmməd Əmin Rəsulzadəni, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Amerikanın səsi vasitəsilə bütün dünyaya verdiyi mesajı da qeyd etmək istəyirəm. O öz çıxışında qeyd edirdi ki, 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayı Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. Bax, bu çox vacib bir məqam idi onun çıxışında
100 il əsarət altında qalan bir xalq öz müstəqilliyini, öz suverenliyini elan etmişdi və bunu böyük qürur hissi ilə o zaman görkəmli dövlət xadimimiz Məhəmməd Əmin Rəsulzadə böyük fərəh hissi ilə qeyd etmişdi. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə öz xatirələrində qeyd edirdi ki, Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yox idi. O zamanki zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi isə qırmızıdır. Yəni, burada söhbət yalnız işğal faktından gedirdi. O rəngləri də ona görə qeyd edirdi ki, Nikolayın dövründə onların bayrağı ağ rəngdə idi, bolşeviklərin rəngi isə, bayraqlarının rəngi qırmızı idi. Yəni, dəyişməyən bir həqiqət var idi. Sadəcə rənglər dəyişmişdi. Dəyişməyən həqiqət işğal faktı idi. Bu bir tarixi fakt idi, bir ədalətsizlik idi ki, Azərbaycan xalqına qarşı belə bir hadisə törədilmişdi. Daha sonra biz qeyd edə bilərik Cümhuriyyətimizin tədqiqatçıları ilə bağlı. Qeyd edə bilərik. Məsələn, Şirməmməd Hüseynovun əsərlərinin adlarını çəkə bilərik. Aydın Balayevin, Nəsiman Yaqublunun, Mehman Süleymanovun, Kəmran İsmayılovun və bunların arasında Mehman Süleymanovun Azərbaycan hərb tarixində həsr olunmuş əsərlərini xüsusilə qeyd edə bilərik ki, bu əsərlər bugünkü gündə də aktuallığını saxlayır və Azərbaycanın qədim dövrlərdən ordu quruculuğu siyasəti, hərb tarixi, bax bu məsələlər həmin kitabda öz əksini tapır. Ümumilikdə Azərbaycan Cümhuriyyətinin qurulması Türk-İslam, Türk-Müsəlman şərqində böyük bir hadisə idi. Siz bilirsiniz ki, qadınlara ilk dəfə seçmək hüququ verilmişdi, seçilmək hüququ verilmişdi. Bu da böyük bir hadisə idi. Heç Avropada belə bir hüquqlar yox idi qadınlar üçün, amma Azərbaycan qadını artıq parlamentdə seçmək hüququ, parlamentdə təmsil olmaq hüququnu qazanmışdı. Yəni, bax, bütün bu hadisələrin fonunda biz tarixə ekskurs etdikdə Cümhuriyyətimizin nə qədər ağrılı yol keçdiyini görürük. Yəni, bu Cümhuriyyəti bizə asan bir şəkildə ötürməmişlər. Biz bunu şəhidlərimizin sayəsində almışıq. Biz bunun dövlət xadimlərimizin terror nəticəsində öldürülməsi hadisələrinin şahidi olaraq gördüyümüz halda kitablardan araşdırdığımız və arxiv sənədlərini oxuyaraq biz bunları əldə etmişik, bunları üzə çıxarmışıq. Yəni, bu baxımdan Cümhuriyyətin 108-ci il dönümü bizim hər birimiz üçün böyük bir örnəkdir. Biz tarixçilər olaraq, tarixçilərimiz üçün örnəkdir. Siz bugün Elm TV olaraq Cümhuriyyətimizin şanlı tarixini işıqlandırırsınız və məndə olan məlumatlara görə sizin TV vasitəsilə bizim gənc alimlərimiz maariflənirlər. Bizim gənclərimiz sizin verilişlərinizi sevə-sevə baxırlar. Bax, bu maarifləndirmə işi əslində Cümhuriyyətimizi yaşadan məqamlardan mətbuat olaraq sizin gördüyünüz çox vacib məqamlardan biridir. Nə qədər ki, Azərbaycan dövləti var, onun ali baş komandanı var, Cümhuriyyətimiz yaşayacaq və gələcək nəsillər onun qədrini daha çox biləcək və biz bugünkü gündə Cənubi Qafqazda həm iqtisadi baxımdan, həm mədəni baxımdan, ordu quruculuğu baxımından bütün sahələrdə ilk yerlərdə dururuq, ilk sıralardayıq və mən arzu edirəm ki, bu heç bir zaman bitməsin, Azərbaycan hər zaman söz sahibi olsun. Bilirsiniz ki, Cənubi Qafqaz regionunda reallaşan mega layihələr var, infrastruktur layihələri var, sərmayələrin qoyuluşları var. Bütün bunlar Azərbaycanın izni olmadan reallaşa bilməz. Bax, bu ənənə əslində Cümhuriyyətin bizə ötürdüyü böyük bir ənənədir. Tarixçiliyimizin, bizim dövlətçiliyimizin əmin əllərdə olduğunu göstərən vacib bir məqamdır. Cümhuriyyətimizin qurucuları deməli bilirsiniz ki, 5 kabinədən ibarət olmuşdur, təşkil olunmuşdur. Bu 5 kabinə Cümhuriyyətdə mövcud olan bu 5 kabinə vasitəsilə Azərbaycan regionda böyük bir söz sahibinə çevrildi və bütün bu proseslərin davamında bugünkü gündə biz tarixi və siyasi varis olaraq deməli eyni zamanda biz deməli Azərbaycan dövlətinin
vətən tarixində qazandığı qələbəni də xüsusilə qeyd etməliyik ki, Azərbaycan dövləti illər keçdikcə güclənir. Azərbaycanın beynəlxalq əlaqələri əvvəlkindən olduğu qədər də indi hazırda kifayət qədər inkişaf edir, genişlənir və Azərbaycan bugün beynəlxalq aləmdə sözü eşidilən bir dövlət kimi bütün inkişaf etmiş dövlətlər tərəfindən qəbul olunur. Təşəkkür edirik. Çox sağ olun. Bir daha həminki günü yad elədik, geriyə boylandıq. Mən də sizə təşəkkür etmək istəyirəm və bu layihənin bitməsini istəmirəm. Bu layihənin ömrü uzun olsun, davam etsin. Bizləri, gəncləri, arzu edən hər kəsi maarifləndirəsiniz. Təşəkkür edin və bir daha bayramımız mübarək olsun. Sağ olun. Sağ olun.